demək ot çəkdik. Füzuli rayonunun, Füzuli şəhərinin Zobduq qəsəbəsidir. Zobduq 2 qəsəbəsi. Aparatımız 3 kilovat, 3 nabrot, 4 təkər, mis sarğın olfada. Ot çəkmişdik, indi burada çəkirik. Buradan geçməyinə baxın. Bunu siz Füzuli şəhərinin Zobduq qəsəbəsi. Zobduq qəsəbəsi. 3 kilovat, 3 nabrot, 4 təkər, mis sarğın olfada. Üstünə bu otu bu ələkdən çəkmişdik. Bu quzu ələkdir. Otu bundan çəkdik. Bu inə ələkdir. Bu arpa buğdanı un kimi eləmək üçündür. Üstünə yarım ələk qoymuşuq. Bu da patıçqatda otlama çəkəndə torpağa qaytarmamaq üçündür. Yəni arpa çəkəndə də toz yox, torpağı yox. Gördüyünüz kimi nə oradan toz var, nə torpaq. Bu da indi meşoğun qalın olsa bax torpağı vermir. Açıq meşoq olsa torpaq verir. Belə də oradan arpa gedir, burada doldurur meşoğa. Təkər də kamırı təkərdir. Əslində bu təkərdən qoymurduq. Qardaş deyir ki, bu o birisi 4 kilovatların təkərdir, qoymuşuq 3 kilovata. Bütün bölgələrə çatdırma, qaşıma pulsuzdur. Kimə lazım olsa əlaqə saxlayın. Bu da quzu ələyindən çəkdiyimiz, baxın da, göz qabağında. Presimiz oldu, birinci kısım nəm olsun. Bir dənə aç buna baxaq, orada tutarıq. Onun üstən hanı qalmır. Boşalt biraz sən baxaq. Sən elə çək, mən türkücüm. Sən çək. Hə, çəkirəm. Boşalt sən buna baxaq da. Yəni un kimi ələyi qoymamışdıq. Un ələyi oradadır. Qardaş deyir yarım ələyi qoyun. Yəni hə. Boşalt geçsin. Nətər çəkib? Qəşəng. İndi yarım ələkdir. İçində böyük də olmalıdır. Təbii ki bilirsiniz. İndi onu da beləcə ələyi qoysan, tamam un eləyəcək. Yəni hə. Hə, kimə lazım olsa əlaqə saxlayın. Çatdırma qoşma pulsuzdur.